Bakı-Tbilisi, Bakı marşrutu üzrə hərəkət edəcək qatarlarda uşaqlar üçün güzəştli və pulsuz səyahət imkanları tətbiq olunacaq. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə 5 yaşa qədər uşaqlar ayrıca yer tutmamaq şərti ilə qatarla pulsuz səyahət edə biləcəklər. 5-10 yaş arası uşaqlar üçün isə səyahət sinifi, biletin alınma tarixi və mövsümdən asılı olaraq 50%-ə qədər endirim nəzərdə tutulub. Amma 5 yaşınadək uşaqlar üçün nəzərdə tutulan pulsuz bilet mütləq qaydada rəsmiləşdirilməlidir. Qaydalara əsasən uşağın səfəri etibarlılıq müddəti olan pasport əsasında həyata keçiriləcək. Uşaq yalnız bir valideynlə səyahət etdikdə digər valideynin valideynsiz, yəni digər böyüklə səfər etdikdə isə hər iki valideynin ayrıca notarial qaydada təsdiqlənmiş etibarnaməsi tələb olunacaq. Bu arada Bakı-Tbilisi, Bakı qatarında ödənişsiz bagaj limiti də açıqlanıb. Marşrut üzrə hərəkət edəcək sərnişin qatarında Komfort və Komfort Plus siniflərində səyahət edəcək sərnişinlər çəkisi 23 kiloqramdan, lüks sinifdə isə 30 kiloqramdan çox olmayan bir ədəd bagajı ödənişsiz daşıya biləcəklər. Pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort Plus kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya biləcəklər. Bundan əlavə, kiçik əl yükü üçün də ödəniş tələb olunmayacaq.